Çünki Quran-Kərimdə Allah Teala buyurur ki: "Əfəhəsibtum ennəmə xalaqnakum abəsən və ennekum ileynə la turcaun." Yoxsa siz elə hesab edirsiniz ki, sizi əbəs yerə yaratdıq və siz heç vaxt bizə qaytarılmayacaqsınız. Fətəaləllahul məlikul haqq. Allah deyir, məlik olan, haqq olan Allah bu şeydən ucadır. Yəni boş-boşuna nəyisə xəlq eləsin, nəsə boş-boşuna yaratsın. Yox. Nəyi ki yaradıb, onun bir məqsədi var. Bir hikməti var Allah Teala'nın dərgahında. Və insanın da yaranmasında məqsəd var. İnsan yaranıb, müəyyən vaxt yaşayır, ona yazılan o vaxt. İndi 50 il, 30 il, 40 il, 50 kimə nə qədər yazıb Allah Teala. Və sonra vəfat edir. Niyə gəldi, niyə gedir? Sonuçta gedəcək. Yaxşı, niyə gəldi, niyə gedir? Allah Teala bunun da məqsədini Quran-ı Kərimdə bizə bildirib. Yəni bizi yaradıb boş-boşuna buraxmayıb. Bizə peyğəmbərlər göndərib, rəsullar göndərib, kitablar göndərib ki, nə üçün mən səni yaratdım? Nə istəyirəm səndən? Və Zariyat surəsinin 56-cı ayəsində Allah Teala bu məqsədi bizə bildirib. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Məqsədimiz budur. Biz bunun üçün gəlmişik dünyaya. Ruzi işləmək, qazanmaq lazımdır. Ailə saxlamaq, bunlar öz yerində. Bunları eləyirsən, amma əsas məqsədin nədir? Allah Teala'ya ibadət eləmək. Və bu şeylər də səbəbdir, yəni ruzi qazanmaq ki, sən bu dünyada yaşaya biləsən, qala bilərsən. Bunlar zəruri ehtiyaclardır. İnsan işləmirsə, ruzi qazanmasa, dolanmasa yaşaya bilməz. Zəruri ehtiyaclardır, bunları etməlisən. Amma o ehtiyacları nə üçün eləyirsən? Ki, yaşayasan, həyatda qalasan və Allaha ibadət eləyəsən. Və Allah Teala da səndən çox şey istəmir. Sənə demir, gecə-gündüz alnını səcdəyə qoy və qaldırma alnını səcdən. 50 vaxt namaz qıl. Allah Teala 50 vaxt namazı əmr etmişdi, sonra onu qısaltdı. Bizə rəhmətindən. Meyracda namaz fərz edildi. Allah Rəsuluna sallallahu aleyhi ve sellem 50 vaxt. Və sonra 50 vaxtdan neçə vaxta endirildi? 5 vaxta. Və nə dedi Allah Teala? Yəni 50-dir, 5-dir, amma 50-dir. Nə deməkdir bu? Yəni 5 vaxt sən namaz qılmamısan ki, 50 dəfə elə qılırsan. 50 vaxtın savabını alırsan. Və namaz ibadətlərdən bir ibadətdir. Vaciblərdən bir vacibdir. Və namazdan da öncə nə var? Tövhid var. Sənin namazın gerçəkləşsin deyənə, doğru olsun deyənə, qəbul olunsun deyənə ilk olan əməl nədir? Şəhadət. Əşhədü ən la ilə illallah və əşhədü ənə Muhammedən Rasulullah və əşhədü ənə Muhammedən abduhu və rasuluhu. Şəhadətlə İslam'a girir insan, müsəlman olur və müsəlman olduqdan sonra ilk onun üzərinə düşən namazdır.